Artıq mən də kokteyllərimiz vasitəsilə 2 kiloqramdan çox arıqlamışam. Düşünün, bəlkə də 3 kilo olur, çünki 2 gündür ki, artıq tərəziyə çıxmıram. Sabah çıxacağım və nəticəni yenidən görəcəm. Bəzi xanımlar düşünürlər ki, bu kokteyli istifadə ediriksə, bizə hər şey yemək olar. Çörək olar, nə bilim, şirniyyat olar, konfetlər, şokoladlar. Bu bizi elə arıqladacaq. Xanımlar, bu yanlış düşüncədir. Heç bir yerdə belə bir şey yoxdur. Siz əgər artıq arıqlamaq istəyirsinizsə, bir qərar vermisinizsə, bu məhsulda alır istifadə edirsinizsə, haqqını vermək lazımdır. Təbii ki, necə? Tövsiyə edirəm ki, ağ çörəyi həyatınızdan çıxardın. Çünki ağ çörək 100% bizim kökəlməyimizi sürətləndirəcək, arıqlamağa imkan verməyəcək. Mən necə edirəm? Bax, onu deyəcəm sizə. Səhər saatlarında oyanıram, birinci ilıq suyumu içirəm, arxasınca bir dənə də suyumu içirəm. Bəzən olur ki, mən kollagen seriyamızdan var bilirsiniz, onu da içirəm. Və gözləyirəm, aclıq hissi gəlirsə, evdə olan yeməkdən yeyirəm səhər. Bəzən ürəyim içmək istəmir, amma çalışıram ki, nəsə yeyim. Yumurta qaynadıram, yeyirəm, nə bilim, kəsməyi yeyirəm. Nəsə bir şeylər yemək istəyirəm və gəlir təbii ki, günorta. Təbii ki, suyu da bolca içirəm, mütləqdir. Günortaya qədər olan arada mən suyumu, çayımı, kofemi içirəm. Təbii ki, çay da ki, şokoladla yox. Baxın, belə dietik konfetlər var mağazalarda, onlarla içirəm. İndi siz də ürəyiniz istəyənin alıb içə bilərsiniz. Günorta əgər evdə bişən yemək varsa, mütləq onun dadına baxacağam, amma çörəksiz. Çörək istifadə etmirəm, xəbərçilərlə istifadə edirəm. İstəyirəmsə əgər yox dadına baxmıram, nə bilim xoşuma gəlmədi, tutaq ki, nə bilim belə bir yeməkdir ki, onun kalorisi aşırı çoxdur. Mən o kokteylimizi içirəm. Çünki bir kokteyldə demək bir stakan hazırlayanda 98 kalori var. Məsələn, mən bir tava nədir? Bir boşqab makaron yesəm, tutalım kartoşka qızartması yesəm, onun kalorisi dəhşət çoxdur. Bir damcı da mən dadına baxsam ürəyim istəyəcək onun hamısını yeyim. Ona görə də dadına baxmıram. Hər elə yeməklər olanda tez mən artıq günorta bunu istifadə edirəm. Yox əgər dolğadırsa, mərcidirsə, yüngül aşırı yüngül yeməklərdirsə, təbii ki, xilipsi çörəklərindən o yeməklərin günorta dadına baxıram. Çalışıram ki, yenə suyumu, çayımı içirəm. Axşam da yemək yemirəm. Çox vaxt, çox nadir halda axşam yemək yeyərəm. Əgər günorta kokteyl içmişəmsə, axşam çalışıram ki, nadir yüngül yemək yeyim. Yox, axşam yeməyi də güclüdürsə, mən onu da yesəm yenə aşırı kalori alacağam. Ona görə də axşam da kokteylimi içirəm. Belə təbii ki, meyvə mütləq yeyirəm hər gün. Sezona uyğun meyvələr istifadə edirəm. Siz də mütləq meyvənizi kəsmirsiniz. Çayınızı mütləq kəsmirik, suyumuzu mütləq. Yəni özünüz ayarlayın. Ağ çörək demək olar həyatımdan yığışdırmışam. Çox nadir hallarda lavaşla, çox nadir hallarda xilipslərlə, lavaşlarla. Yəni xilipsi daim istifadə edirəm. Sadəcə lavaşımsa bu gün ürəyim lavaş istədi, yedim onu. Amma ona görə də axşam artıq kokteyl içəcəm. Kamera qalxıb yuxarıya. Ona görə də axşam artıq kokteylimi içəcəm. Biraz mən gecikdirmişəm. Siz mənə fikir verməyin. Çalışın 6-7 arası kokteylinizi için bitirin. Su da mütləqdir. Saat 8-dən sonra su içməyi tövsiyə etmirəm. Çünki artıq sizə ödəm yaradacaq. Çalışın 7-yə qədər 2 litr suyunuzu, 2 litr yarım suyunuzu istifadə edin. Mən təbii ki 300 ml stakanla demək olar ki, artıq 5-6 dəfə su içmişəm. Təsəvvür edin, 2 litr də mən keçmişəm. Belə.